Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Uca Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Haqqın dərgahı verilişinin bu dəfəki buraxılışı din təhsili mövzusuna həsr olunur. Din təhsili nə qədər əhəmiyyətlidirsə, düzgün din təhsili də bir o qədər əhəmiyyətlidir. Bəs düzgün din təhsilinin təşkili necə qurulmalıdır? Bugünkü buraxılışımızda məhz bu mövzunu müzakirə edəcəyik. Həmsöhbətim Bakı İlahiyyat Kollecinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mehman İsmailovdur. Mehman müəllim, xoş gördük. Xoş gəldin. Mehman müəllim, cəmiyyətlərin inkişafında əlbəttə ki, bilik çox önəmli rol oynayır. Biliyin hər növünü biz burada nəzərdə tuturuq. İstər texniki biliklər, istər humanitar biliklər, cəmiyyəti inkişaf etdirəcək hər cür bilik dəyərlidir bu mənada. Dini bilik də cəmiyyəti formalaşdıran bir bilik növüdür əslində. Cəmiyyət hər zaman inanır, inanclı insanlardan ibarət olur, müxtəlif inanc qrupları olur. Bu qruplar haqqında məlumata sahib olmaq, inancların mahiyyətini, fərqli inanc qruplarının nələrə inandığını bilmək hər dövrdə, hər zaman öz aktuallığını qoruyub saxlayıbdır. Avropada müəyyən bir tarixdən sonra, xüsusilə 20-ci əsrin ikinci yarısından etibarən din təhsili ayrıca bir disiplin olaraq, elm sahəsi olaraq tədris olunur. Onun metodları insanlara çatdırılır və araşdırılır. Bir tədqiqat sahəsidir. Bizdə də bu aktualdır. Zaman-zaman bu məsələ gündəmə gəlir. Biz bu məsələnin müxtəlif tərəfləri haqqında danışırıq və ölkəmizdə olan dini qrupların inanc dünyasını tanımaq bu baxımdan əhəmiyyət kəsb edir. Ancaq burada belə bir məsələ var. Bəzən inanc təbliğatı, inancın düzgün çatdırılması yanlış əllərə düşə bilər. Pərakəndə din təbliğatı müəyyən problemlərə gətirib çıxara bilər. Biz düzgün dini təbliğatın əhəmiyyətini vurğulamalıyıq. Düzgün dini təbliğat deyəndə, düzgün din təhsili deyəndə nəyi nəzərdə tuturuq və onun başlıca prinsipləri nədən ibarətdir? Din təhsilinin məqsədi nədir? Bu önəmli bir sualdır. Bütün dinlər nöqteyi nəzərindən baxsaq, o cümlədən bizim dinimiz olan İslam dini nöqteyi nəzərindən baxsaq, din tədrisinin, din təhsilinin məqsədi salih əməl sahibi insan yetişdirməkdir. Cəmiyyəti meydana gətirən fərdlərin nə qədər salih əməl sahibi olması aktualdırsa, vacibdirsə, bir o qədər cəmiyyətdə biz, belə deyək, inkişafı görürük. Hər dövrdə bu belə olub. Dinin tədrisi ilə bağlı 3 məqsəddən bəhs edir. Nədir pedaqoqlar, din pedaqoqları, bəlkə elə psixoloqlar və s. 1. Yaxın məqsəd, 2. Ümumi məqsəd, 3-cü də uzaq məqsədlər var. Yaxın məqsəd fərdlə bağlıdır. Təbii ki, bir fərdin, hansı ki, bu fərd artıq bilik, idrak baxımından, davranış baxımından və s. baxımından yetişmiş bir, təbii ki, fərdin dini prinsiplərin mənimsəməsi, dini tədrisin ilk pilləsində, ilk məqsədi budur. İkincisi isə ümumi mənada məqsəd ondan ibarətdir ki, bu yaşadığı cəmiyyəti faydalı bir cəmiyyətə çevirməyə həmin fərdin bir töhfəsi olmalıdır. Bu da nə ilə mümkündür? Təbii ki, burada bir çox əxlaq qaydaları var, ictimai qaydaları var və s. var və sırf dinin cəmiyyətlə bağlı olan hissəsi ki var, burada əhəmiyyət kəsb edir. Dediyimiz kimi, həm o ictimai qaydalar, əxlaq qaydalarını içərisində onlarla qarşılıqlı təsir nəticəsində cəmiyyətdə gözəl davranışlara sahib fərdlər meydana gətirmək. Bu, dini tədrisin ikinci ümumi məqsəd, dediyimiz məqsədi. Üçüncü məqsədi isə bu, təbii ki, uzaq məqsəd deyirik. Niyə? Çünki bu elə asan məqsəd də deyil. Kamil insan yetişdirmək. Çünki dinlərin təməlində, xüsusilə İslamın Qurani-Kərimdə, hədislərdə biz
nəyi görürük? Kamil insan mövzusunun son dərəcə mühüm olduğunu görürük. Həmin o kamil insanlığa doğru gedən pillələrdə biz yaxın məqsədlərdən başlayaraq, ümumi məqsədlərdən keçərək, belə deyək, sırf sonda o ən sonda olan məqsədə çatmağı din tədrisinin əsas qayəsi bundan ibarətdir. Biz dedik, hamınız oradan yerə enin, mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə, mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Kafir olub ayələrimizi yalan sayanlar isə od sakinləridir. Onlar orada əbədi qalacaqlar. Mehman müəllim, təlim və tərbiyəni ikisini bərabər vurğulamağınız önəmli oldu. Eyni zamanda biliyin sadəcə nəzəri bilik olmadığına, onun praktik həyata da təsir etməli olduğunu vurğuladınız. Həqiqətən Peyğəmbərimizin hədislərində də bunu görürük biz. Faydasız elmdən Allaha sığındığına dair hədislər var və buna da ümmətinə də bunu öyrədir. Yəni faydasız elmdən Allaha sığının. Əgər bir elm, bir bilik sizi daha yaxşı, daha faydalı insan etməyəcəksə, o bilik faydasız bilikdir. Bundan qaçınmaq barəsində xəbərdarlıqlar və xüsusilə dini bilik barəsində. Burada söhbət dini biliklərdən gedir. Mehman müəllim, biz bu təlim-tərbiyə prosesinin əlbəttə ki, bir metod və üslubu var. Bu üsulla davam etməlidir. Əks təqdirdə biz sistemli bir təlim-tərbiyə prosesindən keçməyin mümkün ola biləcəyini qeyd edə bilmərik. Bütün təlim-tərbiyə prosesləri bir standarta uyğun olaraq davam edir. Keçmişdə bir şəkildə idi, bugün zaman keçdikcə müxtəlif bu sahədəki elmlər, pedaqogika, psixologiya, bu sahələr inkişaf etdikcə tədris prosesinə də fərqli yanaşmalar meydana gəlir. Biz bunu İslam təlim-tərbiyə metodlarında ənənəsində də görürük. Yəni, artıq zaman dəyişdikcə klassik ənənəvi təlim-tərbiyə üsulları ilə yeni yanaşmalar arasında əlbəttə ki, bir-birini dəstəkləyən məqamlar olduğu kimi fərqli məqamlar da dövrəyə girir. Bax, bu mənada ikisini necə dəyərləndirmək olar, necə səciyyələndirmək olar? Burada ənənəvi İslam təlim-tərbiyə üslubu, üsulu nə qədər bugün aktualdır? Müasir metodları ənənəvi metodlarla sintez edərək daha yaxşı necə nəticə almaq olar? İstərdim, bax, bu məsələni dəyərləndirəsiniz. Zaman dəyişdikcə, təbii ki, müxtəlif sahələrdə biz bir çox dəyişiklikləri görürük. O cümlədən din sahəsində də bu dəyişikliklər qaçılmazdır. Bunu müsəlman aləmi bir neçə əsrdəki, belə deyək, bir çox sahədə olduğu kimi din sahəsində də çox yaxından hiss edir və hal-hazırda da bu sahədə ənənə ilə müasirliyin inteqrasiyası mövzusunda fikir mübadilələri aparılır, müzakirələr aparılır, müəyyən layihələr icra edilir. Təbii ki, irəliləyişlər var, artıq bir çox müasir standartlar artıq İslam tədrisində, din tədrisində oturuşub bir çox ölkələrdə, o cümlədən bizim ölkəmizdə artıq müstəqillikdən sonra bu sahədə görülən işlər, atılan addımlar, bu sahədə artıq bir metod planlı şəkildə icra edildiyini göstərir. Lakin bir şeyi xüsusilə vurğulamaq lazım ki, heç bir şey sıfırdan qurulmur. Yəni, təməlin üzərində nəyisə qurmaq mümkündür. Ona görə də müasir dövrdə, müasir standartlara uyğun qurulan dini tədris də ənənədən heç vaxt uzaq qala bilməz. Təbii ki, ənənə dedikdə nə başa düşürük? Məsələn, klassik ədəbiyyat. Bugün din sahəsində yazılmış klassik ədəbiyyatdan uzaq qalmaq qeyri-mümkündür. Çünki uzun əsrlər o klassik ədəbiyyatda öz əksini tapan məsələlər, böyük müzakirələr, dilçilik baxımından, fəlsəfi baxımından, kəlam baxımından, təfsir baxımından və s. və s. Bütün bunlar
bunları təbii ki, hər ixtisas sahibinin öz ixtisasına görə klassik ədəbiyyatı bilməsi çox vacibdir. O dövrün nəhəng alimlərinin təbii ki, öyrənməsi vacibdir. Ümumiyyətlə, klassik baza olmadan müasir standartlarla nəyisə də həyata keçirmək mümkün deyil. Ona görə Baza sağlam olmalıdır. bəli, bazanı bilmək lazımdır, klassik bazaya yiyələnmək lazımdır. Amma biz bəzən də görürük ki, klassik baza var, amma müasir standartları tətbiq edə bilmədikdə bu cəmiyyətdə başa düşülmürsən. Nə mənada? Xüsusilə də yeni nəsillər sizi anlamaqda çətinlik çəkir və yaxud da ki, siz onlara xitab edə bilmirsiniz, belə də deyə bilərik. Niyə? Çünki yeni nəslin baxış tərzi fərqlidir, onlara təsir edən amillər fərqlidir, onların dünyası tamamilə fərqlidir. Siz sırf klassik nəzəriyyələrlə, metodlarla məsələyə yanaşdıqda təbii ki, ona xitab edə bilməz. Ona görə inteqrasiya ediləndə bu ənənəni öyrənmək və eyni zamanda müasir standartlara da yiyələnmək çox vacibdir. Bu xüsusilə din sahəsində, din tədrisində bəzən sual oluna bilər ki, ənənə ilə müasir dövr fərqi yoxdur. Hər iki dövrdə nə üçün bu aktuallığını qoruyub saxlayır? Ona görə ki, ən azından burada bir 3-4 prinsip var. Birincisi, bəşəri əsaslar. Yəni, bir fərdin fərqi yoxdur. Hər dövrdə dinə olan ehtiyacı, tələbatı vardır. Bunun faizi artar, azalar, bu başqa məsələ. Amma dünya var olduğu gündən, yəni hər dövrdə fərdin dini ehtiyaclarının qarşılanmasına ehtiyac doğub. Buna görə də siz bunu din tədrisi burada təbii ki, çox mühüm rol oynayır və o fərdə yanaşmada da din tədrisinin istifadə ediləcəyi metodlar burada vacibdir. İkinci, ictimai əsaslar var ki, cəmiyyətdə bilirsiniz ki, yenə deyirəm, yaşayan insanların müxtəlif fərdlərlə təması var. Orada o davranış qaydaları, əxlaqi qaydalar var ki, burada din hər dövrdə mühüm rol oynayıb. Bugün də, müasir dövrdə də dinin bu rolu qalır. Üçüncü, mədəni yön var, mədəni əsas. Mədəni əsas da ondan ibarətdir ki, bilirsiniz ki, bir cəmiyyət üçün dil, tarix nə qədər əhəmiyyət kəsb edirsə, din də bir o qədər əhəmiyyət kəsb edir. Çünki din sadəcə şəriət məsələsi deyil, din kimliklə bağlı məsələdir, mədəniyyətlə bağlı məsələdir. Mədəniyyəti meydana gətirən əsas bir neçə vacib ünsürlərdən biridir. Avropa üçün deyirlər ki, İncili bilmədən siz o intibah dövrünün o reformistlərini anlaya bilməzsiniz. Orada çəkilən o məşhur rəsm əsərlərini anlaya bilməzsiniz. Orada o musiqilər ki, bəstələnib, o dövrdə onu anlaya bilməzsiniz. Eyni ilə İslam dinində də belədir. Biz İslamın təməl qaynaqlarını, əsas qaynaqlarını bilmədən biz öz mədəniyyətimizi heç vaxt anlaya bilmərik. Necə ki, Nizamini anlaya bilmərik, Füzulini anlaya bilmərik, Nəsimini anlaya bilmərik, xalçaçılığımızı anlaya bilmərik, o dövrün rəsm əsərlərini anlaya bilmərik, abidələrimizi, tarixi abidələrimizi anlaya bilmərik. Siz kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda özünüzü unudursunuz. Məyər anlamırsınız? Sosial şəbəkələrin inkişaf elədiyi bu dövrdə pərakəndə dini biliyə həddindən artıq çox intensiv məruz qalan insanların sayı getdikcə çoxalır. Yəni, disiplinli, təşkilati bir din təhsili əvəzinə dinin müəyyən tərəflərinə dair təfərrüat bilgiləri müxtəlif kanallar vasitəsilə alan insanlar bəzən görürsünüz ki, yəni uzun illər din təhsili almış insanlardan daha cəsarətli, daha iddialı, bəlkə bir baxıma daha tutucu, mühafizəkar bir formada ortaya çıxa bilir. Bu eyni zamanda bəlkə dinə daha belə deyək, tutucu yanaşmağa, qatı yanaşmağa da gətirib çıxara bilər. Belə bir cəmiyyətdə, belə bir dövrdə pərakəndə din təhsilinin bu qədər yayıldığı bir dövrdə biz təşkilati din təhsilini sağlam bir şəkildə necə qurmalıyıq və necə etməliyik ki, bax bu pərakəndə din təhsilinin yarada biləcəyi fəsadlardan onu qorumuş ola bilək və nəticədə din təhsili həqiqi mənada cəmiyyət üçün, millət üçün,
yaradanın buyruğu istiqamətində insandan istədiyi kimi sağlam nəsillərin ortaya çıxmasına, eyni zamanda sizin də qeyd elədiyiniz o kamil insanın meydana çıxmasına gətirib çıxara bilsin. Hər şeyi planlı şəkildə eləmək qeyri-mümkündür. Cəmiyyətdə pərakəndə şəkildə də dini tədrislə bağlı məqamlar olacaq. Bu qaçılmaz bir şeydir. Doktrinal dini tədris deyəndə onun bir hansı ki plan, daha rəsmi şəkildə olan universitet, mədrəsə və yaxud da ki, hər hansı bir din mərkəz tərəfindən planlı şəkildə həyata keçirilən və daha məhdud sayda insanların qatıldığı tədrislə yanaşı, bir də yayğın tədris dediyimiz daha fərqli. Bu da sanki pərakəndənin bir növünə oxşayır, amma bu da planlıdır hardasa. Nə üçün? Çünki onun da dini mərkəz tərəfindən məscidlər içərisində və yaxud da kurslar içərisində xüsusi proqramları olur, ümumi o əlaqələndirilir və s. Amma sizin dediyiniz digər pərakəndə dediyimiz, xüsusilə sosial şəbəkələrdə və s. olan din tədrisi, din təbliği məsələsinə gəldikdə isə, təbii ki, bunun üçün mən düşünürəm ki, ilkin növbədə o planlı metod tətbiq edən və həqiqəti insanlara çatdıran mərkəzlərinmi, məktəblərinmi, universitetlərin və yaxud da ki, kolleclərin və s. daha aktiv olması sosial şəbəkələrdə o sahədə digər insanları tam dolğun və yaxud da ki, natamam şəkildə bu tədrisə məruz qoyan müxtəlif şeylərdən qoruya bilər. Bu çox vacibdir. Yəni, bu sahədə planlı sosial şəbəkə, necə ki, biz bunu universitetdə, kollecdə, mədrəsədə və s. tətbiq ediriksə, bunu sosial şəbəkədə də rəsmi olaraq həmin qurumların daha çox aktiv və yeni, belə deyək də, müasir standartlardan da istifadə edərək cəmiyyətə təqdim etməsi, bunun qarşısına alınmasında pərakəndə, natamam şəkildə olan din tədrisi və təbliğinin qarşısına alınmaqda çox mühümdür, mən düşünürəm. Ənənəvi din təhsili müasir metodlarla birləşdirilməlidir. Fundamental biliklər mütləq şəkildə qazanılmalıdır. Əks təqdirdə sizin dediyiniz natamamlıq ortaya çıxır və natamamlıq da öz-özlüyündə müxtəlif problemlərə gətirib çıxarır. Eyni zamanda sosial şəbəkələr böyük imkanlar yaradır, istər düzgün maarifləndirmək üçün, istər yanlış maarifləndirmək üçün. Bu barədə də maksimum dərəcədə aktiv olmalı və ictimai məsuliyyətə sahib insanların doğru bilikləri cəmiyyətə çatdırması bu baxımdan çox əhəmiyyətlidir. Yanlış bilik çatdırmaq nə qədər təhlükəli və qeyri-ciddi bir davranış olsa da, bir o qədər yaxşı biliyə, doğru biliyə sahib insanların da bu bilikləri cəmiyyətə çatdırması son dərəcə vacibdir. Mən sizə çox təşəkkür edirəm gəldiyiniz üçün və dəyərli fikirlərinizi bölüşdüyünüz üçün. Sağ olun. Daha sağ olun, siz də çox sağ olun. Dəyərli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.